Herkese salam, değerli abituriyentlər və əziz müəllimlər. Bugün növbəti dim birinci hissə tarixdən ilk bölmənin ikinci mövzusu ilə sizlə qarşısındayım. Deməli, burada 82 suallıq Tunc və Dəmir dövrünə aid suallar var. Onlar sizinlə birlikdə işləyəcəyik. Ümumiyyətlə, hansı təəssüratlar yarandı, hansı sualla razılaşmadınızsa, müzakirə etmək istəyirsinizsə, rəylər bölməsinə yaza bilərsiniz və biz də orada müzakirə edəcəyik sizlə, narahat olmayın. Deməli, ilk suallarımızla keçid eləyək. Qazax rayonundakı Baba Dərviş və Naxçıvandakı Kültəpə yaşayış məskənlərində aşkar edilmişdir. Ümumiyyətlə, bunun məntiqini izah etməyə ehtiyac yoxdur. Bunlar əzbər tələb edən suallardır. Qazax rayonunda Baba Dərviş və Naxçıvanda Kültəpə yaşayış məskənləri erkən Tunc dövründə aşkar edilmişdir və erkən Tunc dövründəki aşkar edilən xüsusi evlər isə xüsusi ibadət evlərdir. Cavabımız olacaq burada Y bəndi. Növbəti sualımız. Azərbaycanda köçmə maldarlığı yaranmışdır erkən Tunc dövründə. Əkinçilik maldarlıqdan ayrıldıqdan sonra 3-cü böyük ictimai əmək bölgüsü son Tuncdur. İbtidai heyvandarlığın əsasın qoyulması ilə mezolitdir. Heyvanların əhliləşdirilməsi mezolitdir. Eneolitə də davam etmişdir. Atdan minik və qoşqu vasitəsi kimi istifadə edilməsi erkən Tuncdur. Cavabımız burada A bəndi olacaq. Əkinçilik və maldarlıq ayrılır və köçmə, yaylaq və yaxud da qışlaq maldarlıq yaranır. Birinci ictimai əmək bölgüsü adlanır əkinçilik maldarlıqdan ayrılması. Bəli, bu da əzbər tələb edən sualdır. Dördüncü, ikinci ictimai əmək bölgüsünün yaranması sənətkarlığın başqa istehsal sahələrindən ayrılması. Buna görə cavabımız D bəndi. Sənətkarlıq ümumiyyətlə müstəqil sahəyə çevrilir. Beləliklə də başqa istehsal sahələrindən ayrılır. Eyni məna ifadə edir. 5-ci sual. Azərbaycanda son Tunc, erk və erkən Dəmir dövründə insanlar ulu icma yox, iri tayfa ittifaqları və yaxud da dövlət deyə bilərsiniz buna yaşayırdılar. Tunc emalının başlanğıcı qoyulmuşdur. Erkən Tuncda əhali oturaq həyata keçməyə başlamışdır Neolitdə. Sonra sənətkarlardan tacirlər qrupu ayrılmışdır. 3-cü ictimai əmək bölgüsü son Tunc erkən Dəmir dövründə baş vermişdir. Qəbil icması yaranmışdır. Deməli, son üst paleolit dövründə. 6-cı sual. Azərbaycanda son Tunc və erkən Dəmir dövründə əhali oturaq həyata keçmişdir Neolit dövründə. Metal emalının başlanğıcı qoyulmuşdur. Eneolit dövründə misin kəşf edilməsi ilə mis kəşf olunca da yumuşaq metal idi. Buna görə də necə ki mis, tuncdan və s. əmək alətləri düzəltsələr də o dövrdə əldə mis yüngül olduğuna görə daş alətlərdən istifadə etmək daha məqsədə uyğun idi. Bunu da əlavə məlumat kimi deyirəm, yadınızda qalsın. Ata sitayiş ayini meydana gəlmişdir. Bəli, son Tunc erkən Dəmir dövründə baş vermişdir. Sonra insanlar saxsı qabların istehsalına başlamışdır. Bu Neolit dövründən başlayır. Sənətkarlıq müstəqil təsərrüfat sahəsinə çevrilmişdir. Bu Orta Tunc dövründədir. Erkən Tunc dövrünə aiddir və burada variantı səliqə ilə qeyd edək. 7-ci sual. Erkən Tunc dövrünə aiddir. Metaldan əmək alətlərinin hazırlanmaya başlanması Eneolit dövründədir. Və bu Eneolitdə mis kəşf olunur. Erkən Tuncda isə tunc əldə edilir. Həmin misin tərkibinə nikel olsun, qalay olsun tərkibinə qatıblar. Beləliklə tunc əmələ gəlib. Daha da bərk idi. Qazax rayonunda Baba Dərviş qədim yaşayış məskənindəki ibadət evi erkən Tunc dövrünə aiddir. Bəli, birinci sualda buna rastlamışdıq. Əhalinin oturaq həyata keçməyə başlaması Neolit, incədedik, siklopik tikililərin inşa edilməsi son Tuncdur. Qəbilə icmasının yaranması üst paleolitdir. Beləliklə burada cavabımız B variantıdır. Növbəti səhifəyə keçidimizi eləyirik. 8-ci sual. Erkən Tunc dövrünə aiddir. İri tayfa ittifaqlarının yaranması xeyir tayfalar yaranmışdı.
Şumlama zamanı qoşqu heyvanlarından istifadə edilməsi bəli erkən Tunc dövrünə aiddir. Əhalinin oturaq həyata keçməyə başlaması neolitdir. Ayaqla hərəkət edilən duruş çarxlarından istifadə edilməsi son Tuncdur. Sonra boyalı qablar mədəniyyətinin formalaşması Orta Tunc dövrünə aiddir. Cavabımız burada deməli B variantıdır. 9-cu sual Tunc dövrünə aiddir. Ticarətin yaranması, bəli cavabımız burada A variantı olacaq. Sonra saxsı qabların hazırlanmasına başlanması neolitdir. Metaldan əmək alətlərinin hazırlanmaya başlanması eneolitdir. Ölülərin evlərin içərisində dəfn edilməyə başlanması eneolitdir. Ana xalqanın əsas yaratması deməli baş verir üst paleolitdən eneolitə qədər. Eneolit də daxil olmaqla. Burada cavabımız A bənd olacaq. Ümidvaram ki, bu sualların izahını yaxşıca başa düşə bilirsiniz. Başa düşmədiyiniz yer varsa da rəylərə yazıb soruşa bilərsiniz, izah edəcəyik yerindən. Azərbaycanda ilkin şəhər mərkəzlərinin yarandığı dövr, deməli, erkən Tuncda xüsusi ibadət evləri idi, Orta Tuncda ilkin şəhər mərkəzləri yaranmışdı. Cavabımız burada Y variantı olacaq. Azərbaycanda tacirlər qrupunun yarandığı dövr, tacirlər diri sənətkarlıqdan ayrılır və tacirlər qrupu yaranır. O da 3-cü ictimai əmək bölgüsüdür, yəni son Tunc dövrünə aid olur. Bunların hamısı deməli əzbər tələb edən suallardır hələ ki. Kür Araz mədəniyyəti üçün səciyyəvi idi. Kür Araz mədəniyyəti deməli aiddir. Buradan yazım erkən Tunc dövrünə aiddir. Buraları silək. Bir dəqiqə. Səliqə ilə qeyd eləyək, sonra çaşbaşlıq yaranmasın. 12-ci sual Kür Araz mədəniyyəti dediyi erkən Tunca aiddir. Toxay əkinçiliyin yaranması eneolit dövrü, tacirlərin sənətkarlardan ayrılması deməli son Tunc dövrü, saxsı qabların istehsalında ayaqla gətirilən dolu çarxından istifadə edilməsi son Tunc dövrü, deməli ilk dəfə dəmir alətlər düzəlməsi son Tunc dövrü, əkinçiliyin maldarlıqlarına ayrılması birinci ictimai əmək bölgüsü ilə baş vermişdir. Erkən Tunc dövründə cavabımız E bəndi. Qədim Azərbaycan tayfalarının Assuriya ilə əlaqə saxladığını sübut edir. Burada cavabımız yenə əzbər tələb edən sual. Xocaldan tapılmış üzəri mixi yazı ilə yazılmış muncuq. Bu düzgün cavabımızdır. Növbət sualımızı keçid edirik. Qədim Azərbaycan tayfalarının qədim şərq ölkələri ilə su yolu ilə ticarət əlaqələri saxladığını sübut edir. Bu da yenə həmişəki kimi deməli əzbər tələb edən sualdır. Hətta məntiqlə belə deyə bilərik. Su yolu biz kitablarda qeyd edirik ki, Tur Heyerdal gəlir Qobustanda tədqiqatlar aparır və burada gəmi təsvirlərinə rast gəlir. Beləliklə müəyyən edir ki, qədim Azərbaycanda gəmicilik inkişaf etməyə başlamışdı. Cavabımız olacaq E bəndi. Verilənlərin hamısı ibtidai icma quruluşun hansı mərhələsinə aiddir? Mübadilə genişləndi və gələcəkdə deməli ticarətin meydana gəlməsinə şərait yarandı. Yenə bir dəqiqə buranı da oxuyaq. İnsanlar şəhər tipli yaşayış məskənlərində yaşamağa başladılar. Sənətkarlıq digər təsərrüfat sahələrinə ayrılmış və müstəqil olmuşdu. Heç digərlərini də oxumağa ehtiyac yoxdur. Burada şəhər tipli yaşayış məskənləri deyir. Digərləri də aiddir əlbəttə ki. Bu da ikinci ictimai əmək bölgüsüdür. Cavabımız burada Orta Tuncdur, əzbəri deməli sualdır. Növbəti sualımızı keçid edirik. 16-cı sual Azərbaycan eneolit dövründən fərqli olaraq Tunc dövründə, yəni Tunc dövrünə aid olsun, amma eneolit dövrünə aid olmasın. İlk dəfə metalla tanış olmaları eneolit dövrünə aiddir. Köçmə və yaxud da yaylaq maldarlıq meydana gəlmişdir Tunc dövründə. Bu düzgündür. İnsanlar kollektiv halda yaşayırdılar hər iki dövrdə də. Bunları silək. Burada cavabımız B variantı olacaq. İnsanlar kollektiv halda yaşayırdılar. Bu eneolit dövrünə də aiddir. Heyvanlar əhliləşdirilməsinə başlanması mezoolitdir. Qadın cəmiyyətdə üstün mövqeyini qoruyub saxlayır. Bu eneolit dövrünə aiddir. Tunc dövründə artıq ata da üstün mövqeyi deməli sahib olur. 17 verilənlərin hamısı Azərbaycanda ibtidai icma cəmiyyətinin hansı mərhələsinə uyğundur? Toxa əkinçiliyi, xış əkinçiliyi ilə əvəz olunması,
Erkən Tuncdur köçmə maldarlıq. Erkən Tuncdur əhalinin dağlıq və dağətəyi zonalarda məskən salması Erkən Tunca aiddir. Yenə əzbər tələb edən bir sualımızdır. 18-ci sual. Orta Tunc dövründə insanlar ulu icma halında yaşayırdılar. Xeyr, bu səhvdir. Dəri işləmə deməli meydana gəlmişdir. Xeyr, Orta Tunc dövründə belə bir məlumatımız yoxdur. Sonra əhali oturaq həyata keçməyə başlamışdır. Bu neolit dövrüdür. Duluzluqla müxtəlif rəngli boyalardan istifadə edilmiş, hətta Orta Tunc dövrünü deməli boyalı qablar mədəniyyəti adlandırırlar. Cavabımız D variantıdır. Ata xaqanlığı yaranır Erkən Tunc dövründə. 19-cu sual. Orta Tunc dövründə Azərbaycanda xış əkinçiliyi yaranmışdır Erkən Tuncda. Metal emalının başlanğıcı qoyulmuşdur. Eneolitdə əkinçilik və maldarlıq yaranmışdır. Mezolitdə ana xaqanlığını ata xaqanlığını əvəz etmişdir. Erkən Tuncda ilkin şəhər mərkəzləri yaranmışdır. Bəli, bu Orta Tunca aiddir. Bir dəqiqə, bu da silindi. D'dir, burada E variantıdır. Orta Tunc 20-ci sualdayıq. Orta Tunc dövründə qəbilə icması yaranmışdır. Deməli, üst paleolit dövründə tayfa başçıları ilahiləşdirilirdi. Tayfa başçıları ümumiyyətlə son Tunc dövründə artıq ilahiləşdirməyə başlamışdı və yaxud da Erkən Tuncda deyə bilərsiniz buna. Amma böyük ehtimalla burada son Tunc dövrünü nəzərdə tutur. Əhali oturaq vəziyyətə keçməyə başlamışdır. Yenə neolit dövrüdür. İnsanlar saxsı qablarının istehsalına başlamışlar neolit dövründə. Sənətkarlıq digər istehsal sahələrindən ayrılmışdır. İkinci ictimai əmək bölgüsü ilə Orta Tunc. 21-ci sual. Orta Tunc dövründə əhali oturaq həyata keçməyə başlamışdır. Bu neolit dövrüdür. Hərbi iş geniş yayılmışdır. Bu deməli son Tunc dövrünə aiddir. Üzümçülük yaranmışdır. Üzümçülük, bağçılıq, bostançılıq, bunların hamısı Orta Tunca aiddir. Yeni sənətkarlıq sahələri deyə bilərik. Xış əkinçiliyi meydana gəlir. Deməli Erkən Tuncda, qəbilə icması yaranır Mezolitdə. Bəli, növbəti sualımız Kür-Araz mədəniyyəti üçün səciyyəvidir. 22-ci sual. Kür-Araz mədəniyyəti dediyi Erkən Tunc dövrünə aiddir. Sənətkarlığın digər istehsal sahələrindən ayrılması ikinci ictimai əmək bölgüsü ilə, yəni Orta Tunc dövrünə aiddir. Köçmə yaylaq maldarlığının meydana gəlməsi Erkən Tunca aiddir. Duluzluqla rəngli boyaların istifadə edilməsi Orta Tunca aiddir. Siklopik tikililərin inşa edilməsi son Tunca aiddir. Şərabçılığın yaranması Orta Tunca aiddir. 23-cü sual. Kür-Araz mədəniyyəti üçün səciyyəvidir. Yenə Erkən Tunc demək istəyir. Artıq yenidən təkrar deməyəcəm. İnsanların daş alətləri cilamaq və deşməyi öyrənməsi deməli neolit dövründədir. Neolit inqilabı kimi gedir bu hadisə. Otçuluğun əsas məşğuliyyət sahələrindən birinə çevrilməsi bu aiddir. Qədim dövrə, Tunc dövrünə aid deyil. Əhalinin dağlıq və dağətəyi zonalarda məskən salması cavabımız C variantıdır. İlkin əkinçilik vərdişlərinin yaranması Mezolit dövrüdür. Ulu icmanın qəbilə icması ilə əvəz olunması üst paleolit dövrüdür. Ata xaqanlığının mövcud olduğu dövrə aid deyil, yəni Tunc dövrünə aid olmasın, bunu demək istəyir. Sosial və əmlak bərabərsizliyinin mövcud olması Erkən Tuncda biz bunu gördük və son Tunca doğru bu hadisə daha da dərinləşmiş olur. A bəndi aiddir, amma bizdən aid olmayan istəyir, diqqətli olaq. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi Tunc dövrünə aiddir. Metaldan ilk dəfə tanış olunması Eneolit dövrünə aiddir, misin kəşf olunması ilə. Böyük tayfa və tayfet birləşmələrinin meydana gəlməsi Tunc dövrünə aiddir. Deməli, təsərrüfatda kişilərin rolunun artması ata xaqanlığının yaranmasıdır. Erkən Tuncdan başlayır son Tunca kimi. Daha sonra baş vermiş hadisədir, istəyir bizdən. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi, Orta Tunc dövrü, mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsasının qoyulması Mezolit dövrüdür. İnsanların toxuculuqla məşğul olmağa başlaması, deməli, Neolit dövrüdür. Nəsli icmanın yaranması üst paleolit dövrüdür. İnsanların dağlıq və dağətəyi zonalarda məskunlaşmağa başlamaları Erkən Tunc dövrüdür. Burada cavabımız Orta Tunc dövrü olacaq, yəni A bənd.
Daha sonra baş vermişdir rabitəli nitqə yaranıb, üst paleolitdə istehsal təsərrüfatı yaranıb, mezolitdə mikrolit əmək alətlərindən istifadə olunmağa başlanması, mezolitdə Neandertal adamın meydana gəlməsi, deməli orta paleolitdə ilkin şəhər mərkəzlərinin yaranması, orta Tunc dövründə çağımız orta Tunc dövrüdür, yəni Yebənd. Azərbaycanda ana xaqanlığın mövcudluğu dövründən fərqli olaraq ata xaqanlığı dövründə, yəni ata xaqanlığı dövrünə aid olsun, amma ana xaqanlığına aid olmasın. Axirət dünyasına inan mövzusu idi, ta paleolitdən aiddir, alt paleolit dövrünə. Sonra metaldan əmək alətləri hazırlanırdı. Bu ana xaqanlığına da aiddir, eneolit dövrü. Sonra əhali əkinçiliklə məşğul olurdu. Mezolit dövründən başlayır, ana xaqanlığına da aiddir. Siklopik tikililər yalnız son Tunca aid olduğu üçün ata xaqanlığı dövrünə aiddir. Cavabımız D-bəndi. Əhalinin toxuculuqla məşğul olması neolitdən məşğul olurdular, yəni ana xaqanlığına da aiddir. Uyğunluq gözlənilmişdir. Pozulanı istəmir bizdən, gözləni istəyir. Yəni burada plussa, burada da plus olmalıdır. O mənada. Mis emalına başlanmışdır. Neolit yox, eneolit dövründə mənəsəbə təsərrüfatını istehsal təsərrüfatı ilə əvəz etmişdir. Mezolit dövründə, orta paleolit dövründə yox. Ana xaqanlığına ata xaqanlığı ilə əvəz edilmişdir. Erkən Tunc dövründə bu düzgün cavabımızdır. Küraz mədəniyyəti kimi tanınır. Eneolit dövrü yox, erkən Tunc dövrü. Əhali oturaq həyata keçmişdir. Neolit dövründə, üst paleolit dövrü deyil. Cavabımız C-dir. Tunc dövrü burada ayırıb çıxan kimi erkən Tunca aiddir deyir və orta Tunca aiddir deyir. Qəbilənin meydana gəlməsi üst paleolit dövrünə aiddir. Ata xaqanlığının yaranması erkən Tunca aiddir. Xış əkinçiliyin yaranması erkən Tunca aiddir. Buraları silək. Aha. 1-ə yəni B, C getdi. Ona görə B, C, Y variantlar gedir. Cavabımız ya A ya D. 2-yə də orta Tunc dövründə bağçılıq yaranır. İri tayfa ittifaqlar yaranır. Siklopik tikililər son Tuncdur. Buraları da silirik. 1B, C, 2AB, yəni cavabımız A variantı. 30-cu sual. Ana xaqanlığı, ata xaqanlığı 3 oxşar. Üzümçülük və şərabçılığın mövcud olması bu ata xaqanlığına aiddir. Metaldan istifadə olunması bu hər üçünə aiddir. Hər ikisinə aiddir. İnsanların əkinçiliklə məşğul olması hər ikisinə aiddir. Sonra ibtidai maldarlığın yaranması mezolit dövründə ana xaqanlığı dövrünə aiddir. Daş əmək alətlərindən istifadə edilməsinə başlanması bu heç birinə aid deyil. Çünki daş əmək alətləri istifadə edilməsinə başlanması ulu icmanın dövrünə aiddir. 1D, 2A, 3BC cavabımız D bəndi. Daş dövründən fərqli olaraq Tunc dövründə ilk sənətkarlıq sahələri meydana gəldi. Bu səhv cavabımızdır. Sonra deməli B variantında insanlar qaya üzərində gəmi təsvirləri çəkməyə başladılar. Mezolit dövründə də var. İnsanlar kollektiv halda yaşadılar. Altı paleolitdə, ulu icmada da var. Əmlak və sosial bərabərsizlik mövcud olmuşdur. Tunc dövrünə aiddir. İstehsal təsərrüfatı hər ikisinə aiddir. Cavabımız burada D variantıdır. Deməli, ərazisində qayalar üzərində Tunc dövrünə aid təsvir sənət nümunələri aşkar edilmişdir. Qədim insani məskən olan Zar mağarası burada yerləşir. Söhbət Kəlbəcər rayonundan yerləşir. Kəlbəcər rayonu isə 3-də yerləşir. Cavabımız C bəndi. 33-cü sual hər ikisinin aid olduğu ərazinin xəritədə müəyyən edin. Deməli, qədim insan məskəni olan Daş Salahlı mağarası burada yerləşir. Ərazisində xüsusi ibadət evlərinin qalıqları aşkar edilmişdir. Daş Salahlı deməli Qazax rayonunda yerləşir. Burada cavabımız 4-də verilib. Cavabımız D variantı. 34. Erkən Tunc dövründə fiziki güc tələb edən xış əkinçiliyi, yaylaq maldarlığı, metal işləmə yarandı, kişi əməyinə tələbat artdı, qadının cəmiyyətdə mövqeyi zəiflədi, kişilərin nüfuzu artmağa başladı. Verilən proseslərin nəticəsində ata xaqanlığı yaranmışdır. Növbəti sual. Erkən Tunc dövründə yenə eyni söhbətlər burada gedir. Variantlarımıza baxaq. Ata xaqanlığı öz nüfusunu itirdi, yox qazandı. Amma ana xaqanlığı süqut edir. Cavabımız burada B variantıdır. 36-cı sual. Sənətkarlığın, əkinçiliyin və maldarlığın inkişafı və mübadilənin inkişafı
Verilənlərin hər ikisinin Azərbaycanın ibtidai icma quruluşunun dövründə səbəbidir. Əlbəttə ki, burada cavabımız ticarətin yaranması ilədir. Mübadilə deməli dəyişmək deməkdir əslində də mənası. Bu da ticarətdir də. Türklər buna takas deyirlər. Ticarətdə buna aid götürülür. Güclü tayfaların zəif tayfaların var dövlətin mənimsəməsi, zəif tayfaların torpaqlarının ələ keçirilməsi. Deməli, cavablarımıza baxaq. Burada zəif tayfaların torpaqları ələ keçirirsə, deməli, iri tayfa birlikləri yaranır. Cavabımız C bəndidir. Bu məntiqlə cavabı tapmaq olur. Kitablarımızda da bu qeyd olunmuşdur. Azərbaycanda erkən tunc və orta tunc dövrlərinə aid ümumi cəhət. Sonra burada variantlarda deyir, ayaqla hərəkətə gətirilən duluz çarxının istifadə son tuncdur. Şəhər tipli, ilkin, deməli, yaşayış tipləri orta tunca aiddir. Boyalı qablar mədəniyyəti orta tunca aiddir. Süni suvarma sistemindən istifadə edilməsi erkən tuncdan başlayır, digər dövrlərə də aiddir. Ata sitayiş isə son tunca aiddir. 39. Ata xaqanlı dövrünə aid deyil, kollektiv dəfn etmə adətinin meydana gəlməsi. Bu düzgündür. Toxa əkinçiliyin yaranması eneolit dövrünə aiddir. Ona görə cavabımız B variantıdır. Çünki eneolit dövrü ana xaqanlığının dövrünə aid sayılır. Qalan hamısı ata xaqanlığına aiddir. Ata xaqanlı dövrünə yenə aid deyildir. Dağətəyi zonalarda məskən salmaları ata xaqanlığıdır. Sonra 1-ci ictimai əmək bölgüsü ata xaqanlığıdır. Ayaq hərəkətə gətirilən duluz çarxı ata xaqanlığıdır. Metaldan əmək alətlərinin hazırlanmasına başlanması eneolit dövrünə aiddir. İndi də izah edeyim ki, ana xaqanlı dövrünə düşür. Y-də üzümsülük şərabçılıq ata xaqanlığına aiddir. Azərbaycanın 4-cü minilliyin ikinci yarısı və 3-cü minilliyin sonu tarixi üçün səciyyəvi idi. Əkinçilikdə qoşqa heyvanlarının istifadə edilməsi. Burada ümumiyyətlə tarix erkən tunc dövrünə aparır bizi. Qoşqa heyvanların istifadə isə erkən tunc dövrünə aiddir. Cavabımız burada olacaq A bəndi. Digər variantlarda izah edək, tam başa düşəsiniz deyə. Qadınların qəbilədə və məişətdə mühüm rol oynamaya başlaması üst paleolitdir. Üst paleolit isə eramızdan əvvəl 35-ci minillikdən 12-ci minilliyə aiddir. Bir şərtdə tamam fərqli söhbət gedir. Toxa əkinçiliyi yaranır eneolit dövründə 6-cı 4-cü minilliklər arası. İlk dəfə heyvanların əhəlləşdirilməsinə başlanması. Deməli, eramızdan əvvəl 12-ci minillik mezolit, sənətkarlığın əkinçilikdən ayrılması, sənətkarlıq əkinçilikdən ayrılmış. Maldarlıq əkinçilikdən ayrılır. 42-ci sual 4-cü minin ikinci yarısı 3-cü minin son tarixinə aiddir. Yenə erkən tunc. İlk mərkəzləşdirilmiş dövlətin meydana gəlməsi xeyir. Tacirlər qrupunun yaranması son tunc. Qohum qənim tayfalarda birləşməsi erkən tunc dövrünə aiddir. Ata sitayiş son tunc. İkinci ictimai əmək bölgüsü orta tunc. 43-cü sual eramızdan əvvəl 14-7-ci əsrlər tarixi üçün səciyyəvi idi. Yəni son tunc dövrünə aid olsun deyir. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi orta tunc. Siklopik tikililərin inşa edilməsi son tunc. Cavabımız olacaq B bəndi. Üzümsülük və şərabçılıq orta tunc. Kişi əməyinin ön plana keçməyə başlanması dediyinə görə erkən tunc, amma mövcud olması desəydi buna aid eləmək olardı. Beləliklə sual səhv çıxmış olacaqdı əslində, amma səhv deyil. İstehsal təsərrüfatının yaranması isə mezolitdir. Cavabımız B variantı. 44 mətin 1 mətin 2. Bu dövrdən başlayaraq insanlar qan qohumluğuna əsasən birləşməyə başladılar. Yəni üst paleolit dövrü. Heyvanları daha uzaqdan ovlamağa başladılar. Bu da mezolit dövr. Birinci mətndə bəhs edilən dövrdən fərqli olaraq ikinci mətndə verilən dövrdə, yəni mezolit dövründə baş versin. İstehsal təsərrüfatının keçinin əsası qoyulmuşdur. Bir düzgündür. İnsanlar qəbilədə icmas halında yaşayırlar. Ortaq cəhətdir. Axirətə inam mövzudur. Ortaq cəhətdir. Yeni sənətkarlıq sahələri meydana gəlmişdir neolit dövründə. Cavabımız burada olacaq yalnız bir D variantı. Mətin 1. Bu dövrdən başlayaraq insanlar ilk əvəmizdən istifadə etməyə başlamışdılar. Eneolit dövrü. Cəmiyyətin həyatında kişilərin rolu artmağa başlamışdır. Erkən tunc dövrü. Fərqli olaraq ikinci mətndə bəhs edilən dövrdə. İstehsal təsərrüfatı mövcud idi. O hər ikisinin oxşar cəhətidir. İnsanlar qəbilə icması halında yaşayırdılar. Xeyr.
Axirət dünyasına inam mövcud idi. Hər ikisində də tayfalar meydana gəlmişdir. Erkən Tunc yəni Mətin 2-yə aiddir. Cavabımız burada olacaq yalnız 4 Y bənd. Orta və son Tunc dövrünün ümumi cəhətini erkən Tunc dövrünə fərqləndirsin. Bağçalar mövcud olması orta və son Tunca aiddir. Biri götürəcək. Niyə telefon dondu? Deməli, burada bir götürüləcək. Sonra insanların dulusçuluqla məşğul olması 3 dövrü üçündə aiddir. Siklopik tikili son Tunca aiddir, orta Tunca aid deyil. Kollektiv təfəkkür etmənin mövcud olması hamısına aiddir. Burada cavabımız olacaq yalnız bir, yəni A variantı. 47-ci sual. Erkən Tunc, orta Tunc, son Tunc. İctimai əmək bölgüsünün baş verməsi hər üçünün oxşar cəhətidir. 4-də deməli A bəndi olacaq. 4-də A bəndi olan yalnız B variantıdır. Seçim üsulundan eləsəz belə suallar sizin üçün daha rahat olacaq. Eramızdan və 6-cı 4-cü minillikləri əhatə edən bu dövrdə, yəni Eneolit dövründə, ikinci mətndə isə bu dövrdə əkin sahələri genişlənmiş, süni suvarma sistemi yaranmışdır. Erkən Tunc dövründə deyir, sualımızda birinci dövrdən fərqli olaraq ikinci dövrün dini görünüşləri ilə üçün xarakterik xüsusiyyətləri müəyyən edin. Axirət dünyasına inam hər ikisi üçün oxşar idi. Ölülərin yaşayış məskənlərində dəfn edilməsi. Deməli, burada bu da hər ikisi üçün oxşar cəhət kimi də götürülə bilər. Dini alimlər üçün xüsusi ibadətgahların tikilməsi düzgündür. Kişi əməyinin ön plan keçməsi dini görüşlərə aid deyil. Burada cavabımız olacaq yalnız 3D variantı. Erkən Tunc dövründə cəmiyyətdə ictimai münasibətlərin inkişafını özündə əks etdirir. Deməli, burada əkinçilik və maldarlığın meydana gəlməsi mezolit dövrüdür. Qohum qəbilələrin birləşməsi, deməli, bu ictimai münasibətlərin inkişafını özündə əks etdirirdi. Taxılın biçilməsində tunc oraqlardan istifadə edilməsi, deməli, tunc oraqlardan istifadə edilməsi erkən Tunc aiddir, amma ictimai münasibətləri özündə əks etdirmir. 3 aid deyil, iri tayfa ittifaqların yaranması orta Tunca aiddir. Cavabımız burada olacaq yalnız 2 A variantı. 50-ci sual. İbtidai icma cəmiyyətinin dağılmasının səbəblərinə aiddir. Deməli, qeyri-məhsus hökmdarın hakimiyyətinin mövcud olması xeyr. Sonra tayfa başçılarının kəndli təbəqəsini istismar edilməsi xeyr, yenə aid deyil. İdarəetmənin adlı sanlı hökmdarların əlinə keçməsi 3 doğrudur. Dini pərəncəndəliyin geniş yayılması aid deyil. Cavabımız yalnız 3 B variantıdır. 51-ci sual. Verilənlərin hər ikisi üçün ümumi cəhətlərdir. Deməli, metaldan alətlərin hazırlanması, əkinçiliyin mövcud olması. Deməli, paleolitdə metaldan alətlər hazırlanmırdı. Neolitdə metaldan alətlər hazırlanmırdı. Mezolitdə metaldan alətlər hazırlanmırdı. Ulu icmada metaldan alətlər hazırlanmırdı. Nəsli icma və atıq xalqanlığın mövcud olduğu dövr düzgündür. Erkən ərazisində deməli deyir, erkən Tunc dövrünə aid xüsusi ibadətgah evlərinin tikildiyi rayonları müəyyən edin. Deməli, burada Qazaxda Baba Dərviş və Xaçmazda Sərkərtəpə, Qusara heç biri aid deyil, Beyləqana heç biri aid deyil, Kəlbəcərə heç biri aid deyil. Cavabımız burada olacaq 1 və 3. Azərbaycanda orta Tunc dövrü üçün səciyyəvidir, dulusçuluq yaranıb Neolitdə. İkinci ictimai əmək bölgüsü düzgündür, bağçılıq və bostançılıq yeni təsərrüfat sahələrinin yaranması düzgündür. Köçmə yaylaq maldarlığın yaranması erkən Tuncdur. Cavabımız burada olacaq 2, 3. Tunc dövrünə aiddir, yəni bütün dövrlərə Tunc dövrünün yeni təsərrüfat sahələrinin yaranması 1 aiddir. Ovçuluğun əsas peşəyə çevrilməsi xeyr, əmək məhsuldarlığının artması bəli, maldarlığın yeni sahəsi köçmə maldarlığının yaranması düzgündür. İbtidai əkinçilik mezolit dövrüdür. Cavabımız burada olacaq 1, 3, 4. Azərbaycanda erkən Tunc dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Saxsı qablar istehsalına başlanması neolitdir, kurqan tipli düzgündür. Əkinçilik və maldarlığın bir-birinə ayrılması düzgündür. İlkin şəhər mərkəzləri orta Tuncdur. Daşların cilalanması üsulunun mənimsənilməsi neolitdir. Burada cavabımız olacaq 2 və 3.
55-ci yox, 55-ci sualda cavabımız 2-3-dür, 56-cı sualda Orta Tunc dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Ata xaqanlığının yaranması erkən Tuncdur, 3-cü ictimai əmək bölgüsü son Tuncdur, boyalı qablar mədəniyyəti Orta Tuncdur. İlkin şəhər mərkəzləri Orta Tuncdur, toxu əkinçiliyinin, xış əkinçiliyinin əvəz etməsi deməli erkən Tuncdur. Cavabımız burada olacaq 3 və 4. 57-ci sual Tunc dövrünə aid xüsusi ibadət evlərinin tapıldığı əraziləri müəyyən edin. Deməli, neçənci sual idi bu? 57-ci sualımızdır. Artıq sona yaxınlaşırıq. Deməli, burada deməli Xəzər sahilinə yaxınlarda yoxdur, bir dənə Xaçmazdadır. Sonra Xocavənddə deməli şəhər mərkəzidir. Naxçıvanda Kültəpədir, Qazaxda Baba Dərvişdir. Cavabımız burada olacaq deməli 2-5. Tunc dövrünə aid səbəb nəticə əlaqələrini müəyyən edin. Kişi əməyinə tələbatın artması, qadınların cəmiyyətdə mövqeyinin zəifləməsi düzgündür. İkinci ictimai əmək bölgüsünün baş verməsi, ticarətin müstəqil sahəyə çevrilməsi yox, sənətkarlığın, xış əkinçiliyinin yaranması, toxu əkinçiliyinin daha da geniş yayılması xeyir, qohum qəbilələrin birləşməsi, tayfaların meydana gəlməsi düzgündür. 1-4. 59. Xarici nəticə əlaqələrini müəyyən edin. Birinci ictimai əmək bölgüsü tacirlər qrupunun yaranması xeyir. Kişilərin cəmiyyətdə nüfusun yüklənməsi, ata xaqanlığın meydana gəlməsi düzgündür. Bağçılıq, bostançılıq yaranır. Əkinçilik maldarlıqdan ayrılır, səhvdir. Əmək alətlərinin təkmilləşdirilməsi, məhsuldarlığın artması düzgündür. Sonra xış əkinçiliyin yaranması, ikinci ictimai əmək bölgüsü xeyir, bu da səhvdir. Deməli, səhv olanlar burada 1, 3 və 4-dür. Yox, 1, 3, 5-dir. Cavabımız 2, 4-dür, çünki bizdən uyğunları istəyirdi. 60, 14, 7-ci əsrlərə aid səciyyəvi olan cəhətləri müəyyən edin. Yəni son Tunc, erkən dəmir dövrü, mezolit dövrü yox. Ox və kamanın ixtirası nəticəsində ovçuluğu müəyyən əsas deməli peşəyə çevrilməsi xeyir. Dəmirdən əmək alətlərinin hazırlanması düzgündür. Süni suvarmanın mövcud olması deyir, düzgündür. Yaranması desəydi düzgün olmayacaqdı. Siklopik dişilərin mövcud olması düzgündür. Cavabımız 3, 4, 5. Hamısı əzbər tələb edən suallardır. 14-7-ci əsrlər yenə eyni sualdır, amma suallar deməli bunlar fərqlidir. Duluzçuluğun mühüm yer tutması deməli burada birinci əlbəttə ki düzgündür. Neolit dövründən başlayaraq bütün dövrlərdə mühüm yer tutur. Əhəlləşdirilməsindən başlanması heyvanların mezolitdir. Dəmirdən silahların hazırlanması son Tunc, erkən dəmir dövrüdür. 1-3 var. Orta daş dövrü xeyir. Ön Asiya və yaxın şərq ölkələri su yolları vasitəsilə digər deməli ticarət əlaqələrinin saxlanılması. Burada cavabımız olacaq 1, 3, 5. 62-ci sual Azərbaycanda ana xaqanlığı və ata xaqanlığı dövrünə aid ümumi cəhətlər, yəni oxşar cəhətlər, duluzçuluqla məşğul olma bir aiddir. Şumlama zamanı qoşqa heyvanlarından geniş istifadə ata xaqanlığına aiddir. Əkinçilik və maldarlığın geniş yayılması hər iki dövr üçün aiddir. Əmlak və sosial bərabərliyin mövcud olması ata xaqanlığına aiddir. Süni suvarmadan istifadə edilməsi ata xaqanlığına aiddir. Burada cavabımız olacaq 1, 3. Erkən və orta Tunc dövrlərinin ümumi cəhətlər, ictimai əmək bölgüsünün baş verməsi düzgündür. Şəhər tipli yaşayış məskənləri orta Tuncdur. Metaldan əmək alətlərinin hazırlanması düzgündür. Siklopik qalalar son Tuncdur. Daş alətlərinin üstün yer tutması xeyir. Burada cavabımız olacaq 1 və 3 biləcək. Azərbaycanda ana xaqanlığının məhsudluğu dövründən fərqli olaraq ata xaqanlığı dövründə metaldan əmək alətləri hazırlanırdı, enolitdə də hazırlanırdı. Əhali duluzçuluqla məşğul olunurdu, ana xaqanlığında da məşğul olurdu. Üzümçülük, bağçılıq, bostanlıqçılıq kimi təsərrüfat sahələri mövcud olmuşdur. Ata xaqanlığının dövrünə aiddir. Əkinçilik maldarlıqdan ayrılmışdır. Ata xaqanlığı, toxuculuq mövcud olmuşdur hər ikisinə də. Cavabımız burada olacaq 3, 4. 65-ci sual. Yenə eyni sualdır, rəqəmlər fərqlidir. Metaldan əmək alətləri hazırlanırdı. Ana xaqanlığında da kurqan tipli qəbillər ata xaqanlığıdır. Erkən Tunc dövrü. Əkinçilik və maldarlıq mövcud olmuşdur. Hər ikisində də kollektiv dəfn etmə adəti mövcud olmuşdur. Ata xaqanlığı dövrü. 2, 4.
Əvvəlki dövrlərdən fərqli olaraq erkən tuncda ibtidai incəsənət yaranmışdır. Mezolitdə də yaranıb, şəhər tipli iri yaşayış məskənləri son tuncdur, amma əvvəlki dövrlər deyir, sonraki dövrlər demir. İkində götürmürük, xüsusi ibadətgahlar düzgündür, xış əkinçiliyi yaranmışdır, düzgündür. 3, 4. İbtidai icma quruluşunun digər dövrlərindən deməli fərqli olaraq orta tuncda, digər dövrlər deyirsə bu son tuncda nəzərdə tutulur. Şəhər tipli yaşayış məskənləri orta tuncdur. Tayfalar böyük tayfa ittifaqlarına da birləşdirmişdilər. Düzgündür, iri böyük sinonim kimi götürülür. Ata sitayiş meydanı son tuncdur. Siklopik qaylalar son tuncdur. Cavabımız 1, 2. Erkən və orta tunc dövrlərinin oxşar cəhətləri deməli insanların tayfalarda yaşaması düzgündür. İri tayfa ittifaqı olsa da tayfada yaşayırdılar əlbəttə ki. Əkinçilikdə qoşqa heyvanlarından istifadə edilməsi hər ikisi üçün üzümçülük və şərabçılıq orta tuncdur. Ticarətin mövcud olması orta tuncdan başlayır. Siklopik dişillərin deməli inşa edilməsi son tuncdur. Cavabımız olacaq 1, 2. Ata xaqanlığı dövrü üçün səciyyəvi olmayan cəhətlər tunc dövründən istifadə, yəni tuz alətlərdən istifadə edilməsi düzgündür, amma o aid olmayan istəyir. İstehsal təsərrüfatın keçimin əsasının qoyulması mezolitdir. Sonra ilk dəfə qan qohumuna əsaslanan insan belinin yaranması qəbilə icmasından bəhs edir. Üst paleolit. Qoşqa heyvanların istifadə ata xaqanlığıdır. Şərab xaqanlığı, şərabçılıq meydana gəlmişdir. Bağışlayın, ata xaqanlığıdır. Bizdə aid olmayanları istədiyinə görə cavabımız burada 2, 3. Erkən tunc dövrünü orta tunc dövründən fərqləndirmir, yəni oxşardır. İkisi üçün də xış əkinçiliyinin yaranması erkəndir. Mövcud olması desəydi hər ikisini götürə bilərdik. Kişilərin cəmiyyətdə mühüm rola malik olması düzgündür. İlk tayfaların meydana gəlməsi erkən tuncdur. İctimai əmək bölgüsünün baş verməsi hər ikisi üçün oxşar cəhətdir. 2, 4. Hansıların yerini dəyişsə xronoloji ardıcıllıq düzgün verilmiş olaraq ilk metalın əldə edilməsi enolit, bostançılığın yaranması orta tunc, xış əkinçiliyinin meydana gəlməsi erkən tunc, siklopik tikililərin inşası son tunc. Cavabımız burada olacaq 2, 3. Yerini dəyişsə düzgün ardıcıllıq verilmiş olar. Müvafiq olaraq Qaraca mağarası Kərəmli Kurqanının yerləşdiyi əraziləri müəyyən edin. Qaraca mağarası Mingəçevirdə, Kərəmli Kurqanı Oğuzda yerləşir. Cavabımız olacaq 2, 4. 73 hadisə nəticələrini müəyyən edin. Səhv istəmir, doğrunu istəyir. Süni suvarma sisteminin mövcud olması və deyir bostançılığın inkişaf etməsi. Burada 73-cü sualda birinci doğru cavabdır. Dağətəyə yerlərdə yaşamağa başlaması, köçmə yaylaq maldarlığın yaranması düzgündür. 3-cü ictimai əmək bölgüsünün baş verməsi, ticarətin yaranması xeyr. 3-cü ictimai əmək bölgüsü son tuncdur. Ticarətin yaranması orta tuncdur. Cəmiyyətin varlı və yoxsulluğa bölünməsi dəmir dövrünün tunc dövrü ilə əvəz edilməsi xeyr. Tunc dövrü dəmir dövrü ilə əvəz edilir. Cavabımız 1, 2. Artıq son səhifədəyik. 82 sual, biz 74-cü sualdayıq. Son tunc ilk dəmir dövründə xarakterik iqtisadi münasibətlər sistemi üçün deməli xarakterikdir. Əmək alətlərinin təkmilləşdirilməsi iqtisadidir, düzgündür. Tayfa bahslərinin ilahiləşdirilməsi iqtisadi deyil. İri tayfa ittifaqlarının yaranması iqtisadi deyil. İçərisində tadillər qrupunun ayrılması iqtisadidir. Siklopik dişillərin inşası iqtisadi deyil. Cavabımız olacaq burada 1, 4. Son tunc ilk dəmir dövründə ibtidai mədəniyyət üçün deməli xarakterdir. Bu səfər iqtisadi demir. Deməli, Abşeronda qayalar üzərində təsvirlərin yayılması düzgündür. İbtidai cəmiyyətdir. Müxtəlif heyvanların sitayiş edilməsi ibtidai mədəniyyətdir. Siklopik tikililər çapda səhv gedib. Tikililərin inşa edilməsi deməli ibtidai mədəniyyətdir. Dini ayinlər üzrə ibtidai mədəniyyətlər deyil. Qoşqu vasitəsi isə iqtisadi mədəniyyət kimi götürülə bilər. Cavabımız burada olacaq 1, 2, 3. Azərbaycanda ibtidai icma quruluşuna aid olan hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Siklopik tikililər son tunc, qədim insanların ilk dəfə oddan istifadə edilməsi, alt paleolit, toxuzluğun yaranması, enolit, neolit, ox və kamanın ixtirası mezolit. Deməli burada cavabımız 2, 4, 3, 1.
Yenə xronoloji ardıcıllıq, əkinçilik vərdişlərinin yaranması mezolit, oturaq həyata keçməsi əhalinin neolit, ata sitayiş ayininin meydana gəlməsi son tunc, dişilərin rolunlaşmağa başlaması erkən tunc. Burada cavabımız olacaq 1, 2, 4, 3. 77-8 yenə deməli xronoloji ardıcıllıq, başqa istehsal sahələrinin ayrılması sənətkarlığın orta tunc, ev əməliyyatlarının əhəlləşdirilməsinin başa çatması deyir, enolit, ata sitayiş ayinin meydana gəlməsi son tunc, saxsı qabların istehsalından başlanması neolit. Deməli burada cavabımız 4, 2, 1, 3 yazırıq. Xronoloji ardıcıllığın müəyyəni bu səfər 3 dənə verir. Ana xalqanın yaranması üst paleolit, ilkin şəhər mərkəzləri orta tunc, köçmə maldarlığın yaranması erkən tunc. 1, 3, 2. Sadə suallarından gedirik. Xronoloji ardıcıllığın yenə müəyyən edildiyi sənətkarlıq içərisində tacirlər qrupunun ayrılması son tunc, dini ayinlərin icrası üçün xüsusi ibadət evlərinin yaranması erkən tunc, sənətkarlığın müstəqil sahəyə çevrilməsi orta tunc, sonra hamısının əhəlləşdirilməsinin başlaması enolit. Deməli burada cavabımız 4, 2, 3 və 1 yazırıq. Artıq uyğunluq müəyyəninin son 2 sualımız erkən tunc dövrü, orta tunc, son tunc, erkən dəmir dövrü. Tacirlər qrupunun meydana gəlməsi 3-cü ictimai əmək bölgüsü ilə son tunca aiddir. İlkin şəhər mərkəzləri orta tunca aiddir. Əhalinin ortaraq həyata keçməsi neolitdir. Ata xalqanlığının meydana gəlməsi erkən tuncdur. İstehsal təsərrüfatında keçinin əsasının qoyulması mezolitdir, heç birinə aid deyil. Deməli burada aid olmayanlar C və Y-dir. 1C, 2B, 3A. 82-ci sual, axırıncı sualımız. Küraraz mədəniyyəti erkən tuncdur, boyalı qablar mədəniyyəti orta tuncdur. Urmiya ətrafında şəhər məskənlərinin salınması, üzərində təpə düzəlmiş qəbir abidələrinin meydana gəlməsi, dulusçuluğun yaranması, xış əkinçiliyin yaranması, mikrolit alətlərdən istifadənin meydana gəlməsi. Deməli, Küraraz'a aid olacaq burada qəbir abidələri, yəni kurqanlar da deyə bilərik və xış əkinçiliyin yaranması deyəcəyik erkən tunc dövrünə. Orta tunca da aiddir. Urmiya ətrafında şəhər məskənlərinin yaradılması, mikrolit əmək alətləri mezolitdir. Dulsun yaranması aiddir neolitə. 1BD, 2A. Belə əziz abituriyentlər və əziz müəllimlər, ümidvaram ki, suallarımdan deməli məmnun qaldınız. Hansısa sualda deməli razılaşmırsınızsa rəy bölməsinə yazın, müzakirəmizi edək. Növbəti videomuzda görüşənədək sağ olun.